Mosfilm və Produksione de Laurentiis'in birgə istehsalı. Андрей Миронов, Нинетто Доволи, Антонио Сантилли, Алигьеро Носкезе, Тано Чимороза, Eldar Rizanov'un İtalyanların Rusiyada inanılmaz sərgüzəştləri filmində. Rollarda Luigi Ballist, Yevgeniy Yevstigneyev, Olga Aroseva. Tez olun, çıxın, tez. Tez olun, basın bayrağı. Ata, nəcə bugün hasta sürürdün? Burnunu lazım olmayan yerə soxma. Antonio, gedim xəstəxanaya zəng eləyim. Kim bilir, bəlkə çağırış var. Yaxşı. Sağ olun, uşaqlar. Sağ ol dayı. Hələlik. Sağ olun. Təkrar eləyirəm, özünüzü məktəbdə yaxşı aparın. Dünənki təkrarlanmasın. Belə bir şey ağlınıza hardan gəldi? Müəllimin stolunu yandırmaq yaxşı ki, söndürə bildilər. Tam yanmadı, gedin. Sağ ol ana. Nadinclik eləməyin. İlişir bizə. Biz həmişə özümüzü yaxşı aparırıq. O gün kibrit gətirməmisiniz? Mariza, bizim necə də tərbiyəli uşaqlarımız var. Amma hayif ki, onlar sənin qardaşına oxşayır. Yaxşı, hələlik, mən getməliyəm. Hələlik. Ümidvaram, bugün evə vaxtında gələcəksən. Mariza, əzizim, dünən xəstəxanada işim çox idi. Hə, tibb bacısı ilə birlikdə. Hansı tibb bacısı ilə? Deməli, həkim xanımla. Dərhal, yaxşı sinyor, başa düşdüm. Özdə bəsdir baş həkimə zəng vurdun. Sən məni pis vəziyyətdə qoyursan. Antonio, yaxşı ki, xəstəxanaya zəng elədim. Dərhal qadının dalınca getməliyik. Qadının? Necə? Mənim qardaşımı da çirkin işlərinə qoşmuşsan? Əcəb adamsız. Heç sizə sözüm yoxdur. Sakitləş, hansısa rus qadını qocalar evində can verir. Demə, indi də qoca qadınlarla oturub durursan? Abır həyan qalmayıb. Mən yalnız səni sevirəm. Mən sənə yeni qoyma çənə alaram. Hə. 13-cü maaşımdan. Bəs söhbət elədiniz, vaxt gedir. Sən dedin, mən də inandım. Budur. Görürsən nə haldadır? Yazıq, hərəkətsiz uzanıb. Bəlkə ölüb. Bu bizim işimiz deyil. Götürək. Hoppa. Nə eləmək istəyirsiniz? Sizə nə lazımdır? Necə yəni nə? Məyər ölən rus sinyora siz deyilsiniz? Yox, o 3-cü mərtəbədədir. Bağışlayın, səhv salmışıq. Həyasızlar, əclaflar, sizi görüm lənətə gələsiz, tibzəliləri. Sinyora əsəbləşmək lazım deyil. Mən şikayət eləyəcəm. Antonio, onu hara aparaq? Hansı şöbəyə qaldırmalıyıq? Mən hardan bilim, həkimdən soruş. Həkim, qadını hara aparaq? Mən nə bilim, burada yer yoxdur. Bəlkə orada yer var.
Burada da boş yer yoxdur. Gör cəmaat xəstələnməyi necə sevir. Orada da yer yoxdur. İrəli gedək. Burada boş çarpayı var. Ehtiyatlı ol, masa var. Bəs burada boş çarpayı var. Yoxdur, görmürsən? Biraz sıxlaşa bilməzsiniz. Ayaq yolunda boş yeri var. Sən orada uzandırsaydılar yaxşı olardı axmaq. Sinyoranı çevirmək lazımdır. Afərin. Möhkəm yapışıb. Bacı, bura işıq for qoysaydınız yaxşı olardı. Hara qoya bilərəm? Bağışlayın həkim. Bizim nənə lap özünü pis hiss eləyir. Burada stadiondan da betər darısqallıqdır. Deyəsən burada boş çarpay var. Ola bilməz. Döngədə ehtiyatlı ol. Mən yıxılıram. Xərəkdən tut. Sizi görüm, sağ olasınız. Bu da sənin üçün çarpayı. Boşdur. Hara? Bu mənim çarpayımdır. Sənindirsə heç olmasa üstünə qəzet qoyaydın. Sahibkar çıxıb mənim üçün. Onu hara qoyaq? O tərəfə. Ey, çəkil. Mənə deyirsiniz? Hə, sən nənəm. Xeyr ola mənim yanıma. Çünki burada yeganə arıq adam sənsən. 1, 2, Görürsüz neynirlər? Görürsüz? Mən onu istəmirəm. birlikdə xoş vaxt keçirərsiniz. Onu istəmirəm. Sən bir hələ ona bax. Qadın sekslə doludur. Əlini çək. Görmürsən ayağım sınıb? Santutsa. O tərpənir. Oğlandır. Qoy oğlan olsun. Biz səninlə buna layiqik. 7 qızdan sonra heç olmasa bir oğlumuz olmalıdır. Qız olmasın əmr eləyirəm, oğlan da. Çalışaram. Tərpənir. Qeydiyyat şöbəsi hardadır? Dəhlizlə sola. Siz onun nərisiz? Kim, mən? Hə, onu tanımıram, tanımağı da istəmirəm. Qohumlarına xəbər vermək lazımdır, halı pisdir. Aparın onu buradan. Mənə düzünü deyin, ölürəm. Yox, nə danışırsınız, sinyora? Narahat olmayın. Siz bizdən də çox yaşayacaqsınız. 90 yaşına qədər. Mənim 92 yaşım var. Bəs mən nə deyirəm, sinyora? Siz bizim hamımızdan sağlamsınız. Bilirsiniz, sizdə apendisitdir. Nə apendisit? Mənim ayağım sınıb, görmürsünüz? Ayağı sınan adamda apendisit ola bilməz. Öz başına diaqnoz qoymayın. Burada həkim kimdir? Siz yoxsa mən? Xəstələr lap qudurub. Gedək. Bir dəqiqə, professor. Siz elə eləməlisiniz ki, bu qadın oğlan doğsun. Əgər yeni qız olsa, buraları darmadağın eləyəcəm. Təbabət gücsüzdür. Hər şey özünüzdən asılıdır. Məsuliyyətdən qaçmaq lazım deyil. Nənə, nəhayət ki səni tapdım əzizim. Deyin ona nə olub? Bu təhlükəlidir. Açıq desəm, diaqnoz o qədər də ümidverici deyil. Yaşını nəzərə alaraq. Axı o cavan qız deyil. Olga, mən ölürəm. Nənə, diqqətlə qulaq as. İstəyirəm biləsən. Mən çox dövlətliyəm. Narahat olma, hər şey yaxşı olacaq. Görərsən. İmkan ver sözümü deyim. Sən mənim yeganə nəvəmsən. Hər şeyimi sənə vəsiyyət eləyirəm. Orada 9 milyardlıq daşqaş, qızıl, brilyantlar, mirvarilər var. Su verin. Tez olun, su verin. Nəsə o, şampan şərabı lazımdır. O sayıqlayır. Onun heç nəyi yoxdur, kasıbdır. Əlbəttə yox. Kim mübahisə edir ki? Nənəcan, mövzudan uzaqlaşmayın, yaxşı? İç nənə, iç. Burada heç nəyim yoxdur. Burada İtaliyada inqilab zamanı ailə var dövlətimizi mən Rusiyada gizlətdim. Rusiyaya yola düş Olga, açarları götür. Leningradda olan var dövlətimi sənə vəsiyyət eləyirəm. Onlar şirin altında gizlədilib. Olga, Olga. Sinyora, yalvarıram, möhkəm danışın. Hamı özümüzünküdür.
O hansısa milyardlardan dəm vururdu. Qızıllar, brilyantlar, nəzarət olunmayan sayıqlama. Delirio Pribaptisin tipik nümunəsi. Əlbəttə, bu tipik sayıqlamadır. Məncə onun ağlı üstündə idi. Nə danışırsan, Dilius Primortis? O arvad başdan xarabdır. Bu ki aydın məsələdir. Hə, boş söhbətdir. Sayıqlayırdı. Cəfəngi yapdı. Sigaret? Hə, Yox, çox sağ olun. Sinyor çəkmir. Bəsli pullarını havaya sovurdun. Sən hələ milyonçu deyilsən. O qədər dəyərli əşya satdıq. Hətta saatı girov qoymalı oldum. mənim saatımı, Nə fərqi var? Fiyatı da satdıq. mənim fiyatımı. Bəsli xırdaçılıq elədin. Xırdaçılıq artıq 2 gündür ki, nahar eləmirəm. Mənim günahımdır. Sən yemək yeyirdin, mən isə sənə baxırdım. Düzdür, mən beynəm. Beyni isə qidalanmaq lazımdır. Çünki burnunu sallama, tezliklə varlanacağıq. Kaş ki, piyada və saatsız gəzməkdən bezmişəm. Ora bax, mafioz gəlir. Müqəddəs Maria. Siz burada nə inirsiniz? Biz burada nə edirik, Antonio? Biz qərara gəldik ki, Moskvanı gəzək. Hə, Ora dəyib qayıdacağıq. deyib qayıdacağıq. Siz də Moskvaya gedirsiniz? Hə, qohumlarıma baş çəkəcəm. Bilmirdiniz ki, mənim əslim rusdur? Hə? Nədir, bilinmir? Bilinir, sizin əla Ukrayna ləhcəniz var. Əsəbləşmək lazım deyil. Mən əsəbləşirəm? Əsəbləşirəm? Hə. Əsəbləşirəm? Rosario Agro həyatı boyu əsəbləşməyib. Müqəddəs Rosalia. Bura görüş evidir, nədir? Daha çox bandit yuvasına oxşayır. Pardon? Pardon? Sabahınız xeyir. Siz də Moskvaya uçursunuz? Bilirsiniz, eşitmişəm Rusiyada əla ortopedlər var. Mən də ora uçuram. Rusiya mənim vətənimdir, amma heç vaxt orada olmamışam. Vətən həsrəti dəbdədir. Başa düşürəm. Və Buyurun. Sinyorina zəhmət olmasa, bu da buradadır. Müqəddəs ailə bir arada. Sinyorlar, gəlin açıq danışaq. Düşünürəm yalan danışmağın mənası yoxdur. Sinyorlar, icazə versəydiniz, qaynımın və öz adımdan sizə təklif eləmək istərdim. De gəlsin. Deməli belə, 9 milyard gözəl rəqəmdir. Üstəlik çox gözəl bölünür. Hamıya bəs eləyər. Niyə də razılaşmayaq? Bravo, bravo, mən razıyam. Adama 500 milyon. Belə pul yerə tökülməyib. Bir dəqiqə. Deyirsən adama 500 milyon? Əgər 9 milyardı 6-ya bölsək, bu eləyəcək. Nə qədər eləyir, həkim? 1 milyard 500 milyon. Aydındır? Bəs mən nə deyirəm? Hər kəsə 500 milyon. Qalanı isə mənə və Giuseppe'yə. Həkim bağışlayın. Nənəni kim tapıb? Onu xəstəxanaya kim gətirib, hə? Hə? 500 milyon mənim siqaretimə bəs eləməz. Biraz az çəkin. Sağlamlıq üçün təhlükəlidir. Sən xeyr ola mənim pullarımı sayırsan. O nə saya bilir, nə də ki yaza. Bəs də məndən zarafat elədiniz. Bəsdir qışqırdınız, dəli olmusunuz? Gülməlidir. Qulaq asıram və sizin həyasızcasına pullarımı necə bölüşdürməyinizə təəccüblənirəm. Qanuni varis mənəm. Üzr istəyirəm, senyorita. Sizin Sovet qanunlarından xəbəriniz yoxdur. Xəzinə inqilab dövründə gizlədilib. Sizin ona heç bir haqqınız çatmır. Odur ki, siz də bizim kimi xəzinə axtaransınız. Yaxşı, hələ baxarıq. Senyorlar, sizə uğurlu ov arzulayıram. Olga bizdən çox bilir. Mən o tərəfə getməliyəm. Ölməzdən əvvəl qoca onun qulağına nəsə pıçıldadı. Nə eləmək olar? Eşitmədim. Sakit mafyoz gəlir. Kabinədə germetizasiya pozulub. Ekipaj, qəza enişinə hazır olun. Ekipaj, qəza enişinə hazır olun.
Giuseppe, hara! Signorina, zəhmət olmasa konyak gətirin. Santa Rosalia. Danışan 60-15'dir. Salonda fevkalade hadisə baş verib. Dərhal təyyarəni yerə indirin. İnsanları xilas eləyin. Həkim, xəstə özünü narahat hiss eləyir. Bəlkə onu içəri salar. Yox, onda biz hamımız donarıq. Həkim, bəlkə onu bayra itələyək. Rəqibimizin biri azalar. Başa düşün, o bizə tıxaç kimi lazımdır. Hə, amma o yıxılsa başını əzə bilər. Düzdür? Sərnişini xilas eləmək üçün avtostrada enməyə qərar verdim. 132-ci və 140-cı kilometr arası Minsk avtostradasına enin. Hörmətli sərnişinlər, bizim təyyarə məcburi eniş eləməlidir. Bu tamamilə təhlükəsizdir. Xahiş edirik təyyarədə siqaret çəkməyin, kəmərlərinizi bağlayın. Enirlər. Sizi yenidən təyyarəmizdə görməyə ümid eləyirik. Bu nə sözdür? Diqqətinizə görə sağ olun. Mamma mia. Madonna, gərək qatarla gedəydik. Əlvida. Bravo. Rus pilotuna eşq olsun. Bravo. Aeroflot. Aeroflota eşq olsun. Afərin pilota. Sağ olsun Aeroflot. Antonio, ora bax. Moskvaya 140 kilometr. Biz sağ-salamatıq. Sağ qaldıq. Bu xoşbəxtlikdir. Mənə niyə ilişirsiniz? Siz bir ora baxın. Neynək? Donunu açmalıyıq. Alətləri və maskanı gətirin. Həkim, mən sağam, yoxsa o biri dünyadayam.
Moskvaya xoş gəlmisiniz, sinyorlar. Aranızda Antonio Lamatso kimdir? Oradadır. Sinyor Antonio Lamatso. Sinyor Antonio Lamatso kimdir? O dəlidir. Sizsiz. Nə? Kim? Nəsə eləmisən? Mən sizin bələdçinizəm. Bələdçimiz? Bəli. Bizə bələdçi lazım deyil. Biz xahiş eləməmişik. Pulumuz yoxdur. Çox sağ olun. Sinyorlar, mənə pul lazım deyil. Buyurun, gülləri qəbul edin. Yox, yox. Hətta pulsuz belə lazım deyil. Biz soraq kitabçası ilə keçinərik. Bağışlayın, senyor. Gülləri qaytar. Bağışlayın, pulsuz bələdçi əvəzinə pulsuz saat əldə eləmək olar? Siz niyə daima qarışırsınız? Mən sizin yox, onun bələdçisiyəm. Mən hər yerdə sizi müşayiət eləyəcəm. Xahiş edirəm, onları gözünüzdən qaçırmayın. Diqqətinizə ehtiyacları var. Bilirsiniz, biz bir təhər sizsiz keçinərik, sinyor bələdçi. O gözəl sinyorin ilə məşğul olun. Çox darıxır. Məmnuniyyətlə. Təşəkkür eləyirəm. Amma məhz sinyor Antonio bizim ölkəyə gələn milyonuncu İtalyan turistidir. Mən? Bəli. Bircə bu çatmırdı. Sən hələ narazısan? Əlbəttə. Diqqət yetirin, Moskva Şeremetyevo havalimanı hər gün dünyanın 63 ölkəsindən təyyarə qəbul eləyir. Sinyor Antonio, bu tərəfə keçin, pasport yoxlamasından keçin, mən maşın təşkil eləyərəm. Pasportunuzu verin. Ümidvaram tezliklə görüşərik. O niyə bu qədər qurdalanır? Çox sağ olun. Zəhmət olmasa pasportunuzu göstərin. Antonio, mən artıq keçdim. Həkim, niyə uzadırsınız? Həkim. Axı cibimdə idi, hara yox olub? Onda icazə verin, mən keçim. Yalımızı kəsməyin, yaxşısı budur kənara çəkilin. Onlara mənim kim olduğumu deyin. Mən sizi tanımıram. Lapaq oldu. Senyorun pasportu yoxdur, amma özünü həyasız kimi aparır. Həkim, biz sizsiz çox darıxacağıq. Gedək, vaxtımız yoxdur. Biri hazırdır. Arxamda o əlili görürsüz. O qaçaqmalçıdır. Adətən narkotika, gipsdə gizlədir. Bağışlayın, siz mənlə getməli olacaqsınız. Niyə? Xüsusi yoxlama keçirməliyik. Yox, olmaz, mən tələsirəm. Zəhmət olmasa ardımca gəlin. Qulazın, mən etiraz eləyirəm. Sizin haqqınız yoxdur. Zəhmət olmasa keçin. Mən şikayət eləyəcəm. Biz öz işimizi yerinə yetiririk. Siz mənim şəxsiyyətimə toxunursunuz. Bizim haqqımız çatır. Əl çəkin. Buyurun. Axı nə olub? Əyləşin, indi sizin gipsinizi çıxaracağıq. Bu öz başınalıqdır, bu ədəbsizlikdir. Zəhmət olmasa əyləşin. Bu beynəlxalq qaydaların pozulmasıdır. Ayağınızda heç nə yoxdursa, niyə belə narahat olursunuz? Yaxşısı bu da əyləşin. Mənə yaxın gəlməyin. Mənə yaxın gəlməyin. Mən özüm. Oy, oy. Mamma mia. Sakit olun, mən sizə kömək eləyərəm. Sakit olun. Olga hanı. Oradadır. Qulaq as. Mən onu öz əvəz olunmaz cazibəmlə məftun eləməyə çalışacağam. Yaxşı? Neynə? Cazibəmlə. Mən onun ürəyini fəth eləyəcəm. O isə mənə hər şeyi danışacaq. Onu rəqsə dəvət eləyəcəm. Tangonun sədaları altında o təslim olacaq. Necə görünürəm, hə? Bundan beter ola bilməz. Bəs bacım necə olsun? Onu artıq unutmusan? Narahat olma. O Romada qalıb. Olga isə müvəqqətidir. Başa düşdün? Vaxtı mən təyin eləyəcəm. Sinyorlar, buyurun maşın. Təşəkkür edirəm. Bəs mənim maşınım? Niyə hər dəfə söhbətə qarışırsınız? Mən milyonuncu Olga. turistə xidmət göstərirəm. Mənsə Əzizim. milyon birinci turistəm. Üstəlik onun arvadının O qardaşıyam. həqiqətən qohumunuzdur. Əfsuslar olsun ki, hə. Əzizim. Buyurun əyləşin. Əzizim, Gedə bilərik. bizim maşına əyləşə bilərsiniz. Birlikdə gedərik. Təəssüf eləyirəm, yolumuz bir deyil. Əyləşin. Bizimlə getməyiniz üçün səbəb tapa bilmirəm. Gəlin səbəbsiz gedək. Belə etirafa yox demək olmaz. Minnətdaram. Mafiyadan hələ heç kim qaçmayıb. Olga, icazə verin, yeznəm sizə diqqət ayırsın. Bu mənə zövq verməyəcək. Axı mən cazibədar kişiyəm. Mən sizin barənizdə hər şey bilmək istəyirəm. Məndən səmimi ola bilərsiniz. Niyə? Niyə?
Ona görə ki, o nənənizin nə dediyini öyrənmək istəyir. Kəs səsini axmaq. Axı anam mənə həmişə həqiqəti demək öyrədirdi. Hansı anan? Məyər sənin anan olub? Onda mən necə dünyaya gəlmişəm? Anasız. Qız kişini rədd eləyəndə belə reaksiya vermək nəyə lazım? Müqəddəs Vasili kilsəsi Qazanın alınma şərəfinə qızıl meydanda tikilmişdi. Buna bənzər heç nə tikilməsin deyə Çarın əmri ilə Barma və Postnik memarlarının gözləri çıxarılmışdı. Bu kədərli əfsanəyə rəğmən bura xoşuma gəlir. Mən burada qalacağam. Hə, əla qərardır. Biz də qalacağıq. Hə, biz də. Sinyorlar, hələ hər şeyi göstərməmişəm. Vacib deyil. Mən sizlə sağollaşıram. Niyə? Çünki ürəyim belə istəyir. Hə, amma Sizlə tanışdığıma şad oldum. mən də. Sağ olun. Goodbye. Olar çamadanımı götürüm? Əlbəttə. O hara getdi? Səni görüm lənətə gələsən. Cənab bələdçi, bağışlayın. Bəli. Biz hansı mehmanxanada qalacağıq? Metropolda. Əla, Metropol mehmanxanası. Gəlin bagajımızı ora yollayaq. Olar. Belə daha rahat olar. Hə, Moskvanı piyada gəzərik. Hə, sürücüyə xəbər verim. Hə, zəhmət olmasa. Dəli olmusan? Metropol nədir? Biz Leningrada getməliyik. Mehmanxanaya yalnız bagajımız gedəcək. Olqanı gözdən qaçırmaq olmaz. Əziz dostlar, bu Rusiya mehmanxanasıdır. O eyni zamanda 5000 qonaq qəbul eləməyə... Sinyorlar, Qızıl Meydan Moskvanın və bütün ölkənin ürəyidir. Mən elə gəlir ki, siz o qızı təqib eləyirsiniz. Kim, biz? Yox. Niyə belə düşünürsünüz? O gözəl qızdır. Sizin xoşunuza gəlmir? Tam əksinə. Oradadır. Mum, Avropanın ən iri mərkəzi univermaqlarından biridir. Mum gün ərzində 200 min alıcıya xidmət göstərir. O çox böyükdür. Diqqət! Bir neçə dəqiqədən sonra moda salonunda yeni yaz-yay kolleksiyasının nümayişi keçiriləcək. Yeni yaz-yay kolleksiyasının nümayişinə başlayırıq. Gümüşü rəngli parçadan olan kürəyi açıq, sadə ziyafət tonu. Qonaq qarşılamaq üçün çox rahatdır. Gündəlik iş kostyumu, tünd göy məxmərdən jaket və açıq rəngli şal var. Ay qız, təzə gəlmisiniz, sizi xatırlamıram. Krimplindən don. Tamamilə qolsuzdur. Bu, boyu hündür göstərir. Sinyor Antonio, hara? Oradadır. Burada moda nümayişi keçirilir. Xahiş eləyirəm, dayanın sinyorlar, belə olmaz. Bu Mən onun telefon biabırçılıqdır. nömrəsini öyrənmək istəyirəm. Sinyor, dayanın. Giuseppe, Antonio, maniken qızları öpmək olmaz. Bağışlayın, davam eləyin, üzr istəyirəm. Biz səhv salmışıq. O hardasa buradadır. Sinyorlar, mən güc tətbiq eləməyə məcburam. Qadına uzun qara don hər zaman yaraşır. Belində qırmızı qızılgül donu bir balaca müəmmalı eləyir. Bu donda siz istənilən yerə gedə bilərsiniz. Ay qız, hara getdiniz? Yavaş, yavaş. Burada nə baş verir? İlişdik. İtalyan turistləridir. Həddən artıq coşqun millətdir. Birinci gündür Moskvadadılar. Onlar hər şeyi alt-üst eləyiblər. Hər şey niyə? Bəzi şeylər qalıb. Sənədlərinizi verin. Bunu avtomobil kirayəsi deyirlər. Qapıcı məşqdədir, öz fəaliyyət dərnəyində çıxış eləyir. Açar da ondadır. Açar bir dənədir. Bəli, Əgər qapçı dərnəyə gedirsə, onda 2 açar olmalıdır. yaxşı təklifdir. Niyə ağlımıza gəlməyib, hə? Giuseppe, həmişəki kimi ağlıma yaxşı fikir gəlib. Sən dahisən. Bilirəm. Gərək bu Vasilyevi də işə qoşaq. O coğrafiyanı bilir. Təkcə italyanca danışmır. Rus dilini də bilir. Sən çox diqqətlisən. Düzdür. Onda ondan bölüşməli olacağıq. Sən çox diqqətlisən. Sən çox diqqətlisən.
Heyfdə axı. Yenə də xırdaçılıq eləyirsən. 1 milyard çox, 1 milyard az. Hə, amma mən heç vaxt milyard görməmişəm. Sadəcə bunu ona necə deməyi hələ fikirləşməmişəm. Başa düşürsən Giuseppe? Burada əsas təqdim etmədi. Məsələyə nəzakətlə, ehtiyatla yanaşmaq lazımdır. Həmişəki kimi haqlısan. Gedək Antonio, mənlə idi. Nəzakətlə danış Giuseppe. Andriyuşa, milyard qazanmaq istəyirsən? Bizim ümumi uğurumuzun şərəfinə. Mənim çoxlu pulum olanda mən tibb elmi ilə məşğul olacağam və plastik əməliyyatlar eləyəcəm. Niyə plastik? Bacının sir-sifətini qaydasına salmaq üçün. Ona diqqətlə bax. O qədər də bəcər deyil. Mən onu hər cür işıqda görmüşəm. Sənə oxşayır. Bağışlayın. Varlananda bilirsiniz nə edəcəm? Rus restoranı açacağam. Səninki də elə qarın doydurmaq olsun. Əsas odur ki, buna görə pul ödəməyəsən. Andrey, bəs sən nə etmək istəyirsən? Mən evlənəcəm. Nişanlın var? Var. Amma onun bundan xəbəri yoxdur. Təklif eləyirəm ki, bunu nişanlının sağlığına içək. Onun adı nədir? Bunu isə mən bilmirəm. Mən ödəyəcəm. Yox. Yox, mən ödəyəcəm. Yox. Siz qonaqsız, pulu mən ödəyəcəm. Demişdim axı Antonio, pulu o ödəyəcək. Çox sağ olun, hər şey çox tatlı idi. Salamat qalın. İndi isə gedək kart oynayaq. Hey, cinayətkar! Əlimizdən qaça bilməzsən. Dayan! Əclav, hara gedirsən? Qatarı dayandır! Bağışlayın, sinyor. Bəli. Zəhmət olmasa bizlə gəlin. Nə lazımdır? Pasportunuzu tapdınız? Yox, bütün təyyarəni axtardım. Heç yerdə yoxdur. Təəssüf edirəm, professor, amma pasportsuz siz İtaliyaya qayıda bilməzsiniz. Qayıda bilmərəm. Mən İtalyanam. Mən burada Romada yaşayıram. Mənim klinikam var, kafedram. Nəhayət ailəm, məşuqəm. Pasportunuzu tapan kimi evinizə qayıda bilərsiniz. İndi isə təyyarəyə qayıdın. Qanunlarımız belədir. Cəhənnəm olsun qanunlar. Dərhal onu geri aparın. Zəhmət olmasa keçin. Təyyarəyə nifrət eləyirəm. Buyurun keçin. Uçmaqdan bezmişəm, ürəyim bulanır. Qalxın. Siz elə peşman olacaqsınız. Mən şikayət eləyəcəm. Lənətə gəlmişlər. Onlara pasport azad şəxsiyyətdən daha vacibdir. Pasport icad eləyənin evi yıxılsın. Hey, dayanın. Dayanın. Heç kim aparmaq istəmir. Çünki sən etibarlı adama oxşamırsan. Sənsə oxşayırsan. Dayanın. Dayanın. O, bizim köhnə tanışımız. Dayan. Tanımadı. Dayan, hara getdin? Dəli. Dayan, utanmaz. Əfi yılan. Onun adı nədir? Olga. Nişanlımın adı Olqadır. Sənin nişanlının bura nə adiyyatı var? O bizim əsas rəqibimizdir. Ona çatmaq lazımdır. Bu maşını saxlayaq. Dayan. Tanrı xətrinə dayan. Tez olun, kuzova minin. Tez olun. Çox sağ olun, sinyor sürücü. Çox sağ olun. Çox sağ olun. Təşəkkür eləyirik. O qırmızı maşının arxasınca sürün. Tez olun. Nə qurdalanırsan? Tez ol sür. Dəfn mərasiminə getmirik ki. Qulaq asın. Bundan tez sürmək olmaz? Biraz tez. Olmaz. Babacan, qaza bas. İcazə verin, sizə kömək eləyim. Sürəti keçirim. Üçüncü özü dilə gəlib yalvarır. Siz nə inirsiniz? Səliqəli sürün. Ehtiyatlı olun. İnsan daşıyırsınız axı. Çək əlini. Yaxşı, sükanı saxlayaram. Ehtiyatlı olun. Sükanı mənə ver. Verməyəcəm. Burax. Qaza bas. Tez ol. Sür. Babacan, qaza bas. Biraz da babacan. Antonio, o bizdən uzaqlaşır. Giuseppe, bax. Antonio, bura gəl. Yaxşı. Çox sağ ol. Əl çək, başdan xarab. Baba, sən anadan gəlmə yürüşçüsən. Bura gəl. Əlini ver. Nə yapışmısan maşından? Yavaş ol, cırarsan. Cırılar təzəsini alarsan, tez olun. Nə eləmək fikrindəsən? Bu oğurluqdur. Mən belə bir işə baş qoşmaq istəmirəm. Sənin haran Rusdu? Sən niyə Apollusan? Hey, salam.
Dayan! Olga, Hə, odur. İfritə. Hey, dayan! Niyə? Sən bizə lazımsan. Sizsə mənə yox. Hələlik. Gördünüz? başın xarab olub. Sür, gedək, gedək! Maşın deyil, sualtı gəmidir. Bax, gör bura necə gözəldir. Lap akvariumdakı kimi. Pəncərəni açma, axmaq! Asta ol, balığa əzərsən. Biz xeyli vaxt itirdik. İrəli. Hey, hara? Nəyə görə məni bastırırsınız? Bu ki əsl Rus sürüşkənidir. Tutduq səni. Bizim əlimizdəsən. Gəlin dava eləməyək, təslim olun. Yaxşısı budur, siqaret verin. O hələ sükan arxasında siqaret çəkir. Buyur. Çox sağ ol. Olga, siz bizim əsrimizsiz. Müqavimət göstərməyin yeri yoxdur. Maşını saxla ifritə, yoxsa pis olacaq. Belə oldu. Hara yox oldu? Dönməyə də yol yoxdur. Lənət olsun, hara yoxa çıxdı? Elə bil qeyb oldu. İfritə.
Nə oldu? Təkər buraxdı? Hə? Yanacaq qutardı. Zibil. Bircə bu çatmırdı. Gül kimi gedirdik də. İşə bir bax. Heç bəxtimiz gətirmir. Yanacaq doldurma oradadır. Görürəm, itələmək lazımdır. 1, 2, getdik. Qatar gəlir. Ey, sizə kömək eləyə bilərəm. İntrigant, bacardığını elədin. Bunu sizdən gözləməzdim. Hey, sinyora! Çəni doldur, biz tələsirik. Tez olun, maşına oturun. Vaxt itirə bilmərik. Maraqlıdır. Onu necə sürəcəksən? İşin olmasın, qoy getsin. Biz yanğın söndürən maşınla gedərik. Əladır. Onsuz da burada yetərincə iş var. Ardımca. Odur, odur. Görürsüz odur. Hə, bu odur. Qaza basan Drüşa. Bizdən qaça bilməyəcəksən. Pilləkəni uzadın. O bilmir ki, onu təqib eləyirik. Antonio, cəsarətli ol. Aferin Andrey. Giuseppe, başın fırlanır. Antonio, qorxma. Əgər yıxılsan, biz səni qaldırarıq. Qorxaq olsan da cəsarətlisən. Bilirəm. Siz hardan peyda oldunuz? Göydən. Sizə nə lazımdır? Kobudluq eləmək nəyə lazım? Mən sizin üçün darıxmışam. Bugün axşam nə edəcəksiniz? Hey, ehtiyatlı ol. O kimdir? Damda gəzən yenə kimdir? Özümüzkilərdir. Mən sizi tək qoya bilmərəm. Bacımın namusu mənim üçün önəmlidir. Oho, salam. Necəsiz? Yaxşıyam. Mən də yaxşıyam. Keçə bilərəm? Hə, buyurun. Minnətdaram. Maşını saxlayın, yoxsa yerə düşəcək. Neynədiyimi bilirəm. Mane olmaram, sinyorina. Yox, nə danışırsınız? Qulluğunuzda hazıram. Bu dəstədə yeganə adamsınız ki, onu görməyə şadam. Xoşbəxtlikdən yıxılacağam. Ona kömək eləyin. Əllər, baş, ayaqlar. Ayaqlar hələ bayırdadır. Nəhayət bir yerdəyik. Oy. Qədim Rus şəhəri. Əsası ya 10-cu ya da 11-ci əsrdə qoyulub. Kim bilir?
Hara? Başın xarab olub? Gözləyirəm. Hə. Mən xəstəxanaya zəng eləmək istəyirdim. Danışan tibb bacısıdır, lap yaxşı, mən Rosario Agroyam. Doğdu? Nə danışırsınız? O çoxdan doğmalı idi. Doğuşa özünüz ləngidirsiniz ki, məndən pul qoparasınız. Hamilə? Kimdir hamilə? Qulaq as, sən hələ məni yaxşı tanımırsan. Qoy Romaya dönüm danışarıq. Bunu yadında saxla. Savadsız kətçi. Rosario Agronu hələ heç kim hamilə adlandırmayıb. 5-ci yola 42 nömrəli qatar yaxınlaşır. Odessa, Leningrad. Sürət qatarı Leningrad, Riga 3-cü yoldan tərpənəcək. Sən? Yenə sən. Nə var ağacı qanat kimi burnumun ucunda fırlanırsan, bir də səni görsəm ikinci ayağını sındıracağım. Santa Rosalia. Məni əsəbləşdirmə, öldürərəm. Leningrada çatdıq. Sağ olun. Oturun. Biz onun maşınını təmir elədik, o isə. Eybi yoxdur uşaqlar, sakit olun. Çıxın, vaxtım yoxdur, tələsirəm. Nəzərə alın, yer qazmaq ağır və çətin kişi işidir. Əlbəttə, bu işdə əzələ lazımdır. Siz isə çox zərifsiz. Yer qazanları taparam, daha ucuz başa gələr. Bizim qanunlara görə torpaqdan tapılan hər şey dövlətə məxsusdur. Yer qazanlar onu dövlətə təhvil verəcəklər. Qanuni varisi mənəm, xəzinəni tapsam onu özümə götürəcəm. Bu oğurluğa bərabərdir. Deməli, siz Sovet vətəndaşı oğurluqda iştirak eləyirsiniz. Demagogluq eləməyin, sərgüzəştləri sevirəm. Ondan da çox pulu. Hə? Qulluq. Sözün qısası, nənəmin ölümündən əvvəl mənə dediyi əlaməti yalnız mən bilirəm. Xəzinəyə görə nə qədər istəyirsiniz? 70% qalanı sizindir. Bu soyğunçuluqdur. Biz gedirik. Bu simicin nə ilə danışaq? Hey, qan içənlər, nə qədər istəyirsiniz? Hərəmizə 25%. Razısınız? 65 mənə, qalanı sizə. Yox. 60 mənə, qalanı sizə. Alınmayacaq. 55 mənə, 45 sizə. Heç vaxt. Azdır. 50-50-yə. Minin maşına. Hə, minin getdik. Bax belə, getdik. ...142, 145... Ay, çaşıb qaldım. Bir dəqiqə, 147, 148, 149, 149, 149... İlişdin? Deyəsən ilişdim, 149... Olga, bu heyvanxananın yanında saxlayın. Olga saxlayın, 149, 150... Uşaqlar, bu şəhərdə şir sakinlərdən çoxdur. Hə, əgər hər birinin altını qassaq bir ömür yetməz. Bir vaxtlar nənəm bu teatrda çıxış eləyib. Gəlin maşından düşək. Nənənin xatirəsini yad eləyək. Daha ikisi. Məncə buranı qazmaq lazımdır, teatrın yanını. Niyə buranı? Niyə teatrın yanını? Çünki mən belə istəyirəm. Hansının altını qazaq? Axı 2 dənədir. İndi deyərəm. Əziz ortaqlar, gəlin məntiqlə düşünək. Məncə bu həmin şirlər deyil. Doğrudan düşünürsünüz ki, nənə xəzinəni burada daima insanla dolu teatrın qarşısında bastıracaq? Bu real deyil. Bəlkə o çöldən yox, o biri tərəfdən qazırdı. İçəridən qrim otağından. Onda o nənə deyil. Qraf Monte Cristo'dur. Bu sirri öyrənmək üçün o biri dünyaya gedən deyilik ki. Hə, hələ tezdir. Bu şir daha çox xoşuma gəlir.
Üstəlik ikinci əlamət də var. Hansı? Bunu deməyəcəm. Pasportunuzu tapdınız, senyor? Əgər onu tapmasam, ömür boyu təyyarədə uçmağıma əmr eləyəcəksiniz? Siz pasportsuz Rus torpağına düşə bilməzsiniz. Bu inanılmazdır. Mən artıq 280 saat da uçuram. Nə etmək olar? Bezmişəm. Romada isə məni pasiyentlər, arvadım, uşaqlarım gözləyir. Nəhayət mən vanna qəbul eləmək istəyirəm. Antonio, sizi havayı yerə tutmuşam. Gəlirəm. Möhkəm vurun. Bir də tembellər. Bəsdir, dayanın, əl saxlayın. Başınız kimdir? Sakit. Haykü salmayın, mənəm başım. Bizdə məşq gedir. Hə. Niyə bunu bizlə razılaşdırmamısınız? Sigareti çıxardım, qaz sızır. Qaz sızıntısı var. Bizə deyilib ki, təcili təmir olunsun. Deməli biz havaya uça bilərik? Mütləq. İş yolundadır ki, uça da bilərsiniz. Hə? Uçmaya da bilərsiniz. Hə? İvan, düz deyirəm. Bu vanyadır. Teatrda heç kim qalmadı. Partada bilərsiniz. Amma unutmayın ki, bu teatrda Şalyapin və Karuzo çıxış eləyib. Hey. İndi ona göstərərəm. Maraqlıdır. O nə etmək istəyir? Andrey, Olga, aşağıda boşluq var, qaz. Hey. Hey, bu nədir belə? Aşağı sal. Sən hələ məni tanımırsan. Tutsam, qulağını dişləyəcəm. Sonra da özünə yedizdirəcəm. Görərsən. Hey, zırrama. Eşitmirsən? Məni aşağı sal. Buralarda ol. Aferin Antonio. Onu daha da yuxarı qaldır. Kəs səsini qırxılmamış meymun. Sənin başına elə oyun açacağam ki. İndi biz səni çimizdirəcəyik. Antonio, at onu suya. Suya at, suya. İndi biz səndən hər şeyə görə hesablaşacağıq. Sal aşağı. Kömək eləyin. Qatillər. Hələ heç kim Rosario Agronu məhv eləyə bilməyib. Mafiya ölümsüzdür. Mən sizi suyun altından da taparam. Suyun yumuşaq olsun. Amin. Hey, mafiyozla hesablaşdıq. Harda gəzirsiniz? Biz xəzinəni tapdıq. Hə? Harda? burada, xəzinə buradadır. Xəzinəni mən böləcəm. Bölməyi yaxşı bacarıram. Deyəsən şərab zirzəmisini deşmişik. Nə olsun? Yəqin xəzinə elə bu ambardadır. Görmürsən, burada yalnız şərab var. Bir dəfəlik qeyd eləyə bilərik. Arada nə danışdığına fikir ver. Bizim xəzinəmizi yəqin bu ambarı qazanlar tapıb. Hə, Antonio, haqlısan. Təəssüf ki, gecikmişik. Olga, yalnız siz bildiyiniz ikinci əlamət hansıdır? Daha gizlətməyin mənası yoxdur. Şirdən 100 addım aralıda fəvvarə olmalıdır. Görün kim gedir. Mafiyozdur. Əlindəki nə çamadandır? Deyəsən ağırdır. Yəqin xəzinədir. Yəqin onu suyun altından tapıb. Biz niyə dayanmışıq? Qaçaq. Hey, dayan. Çəkilin, yol verin. Dayan! Dayan, qaçma. Tutun onu.
Oğrunun bir oğru, dayan! Keçdin əlimizə. Ver bura, ver. Qaçdı! İndi tutarıq. Buraxın məni, buraxın. Xəzinəmizi qaytar! Buraxın məni, Cinayətkar! Oğru! Məni niyə döyürsüz? Çamadan dostunuzdadır. Giuseppe, Dayan. Çamadanı ver. sən dəli olmusan. Deyirlər dayan. Giuseppe, biz qohumuq. Nə qohum, o fırıldaqçıdır. O mənim qohumumdur. Yox, fırıldaqçıdır. Dayan. Dayan. Bu yenə sənsən? Lənətə gəlmiş çolaq. Əclaf, mən səni xəbərdar eləmişdim ya yox. İkinci ayağınla vidalaşa bilərsən. İndi ikisi də axsayacaq. Lazım deyil, mən özüm. Santa Lucia. Ana, nə var oturub uşaqla oynayırsınız? Arabanızı oğurladılar. Hara! Körpü aralanır! Dayan! Dayan! Giuseppe, yıxıla bilərsən Giuseppe. Dayan. Dayanın! Hara qaçırsınız? Bağışlayın yoldaş, vaxtımız yoxdur. Giuseppe, Çamadanı at. Bacını düşün. Giuseppe dayan. Giuseppe dayan, yıxılacaqsan, dəli olmusan? Nə inirsən? Dayan. Dayan. Niyə hoppandın? O artıq o biri tərəfdədir. Giuseppe, geri hoppan. Xahiş eləyirəm Giuseppe. Giuseppe. Zarafat elədin bəsdir, Sən Giuseppe. nə inirsən? Nə de tutabildiniz? Xəzinə oğruları, yolçular! Abırsız. Onda abır hardandı? Sən axı bizim dostumuzsan Giuseppe. Ehtiyatlı ol Olga. Gəlirəm. Əlini ver. Qoy onu tutun, başını elə oynaşacağım ki. Uzağa qaça bilməyəcək. Magistral buradan keçəcək. Bu evi 3 günə sökməliyik. 3 gün alınmayacaq. Ən azından 5 gün lazımdır. Gör nə böyük evdir. Vaxtında sökülməlidir. Mən bura, kolluğa baxaram. Yox, yox. O hardasa oralardadır. Mən onun vərdişlərini tanıyıram. Hara itib batıb. Hanı o? Hanı o? Buradadır. Tutun onu. Keçdin əlimizə. Səni xəbərdar eləmişdim. Lazım deyil, məni döyməyin. Lazımdır. Çamadanı bura ver. Ver bura. Çamadanı burax, ver. O mənim xəzinəmi uğurlamaq istəyirdi. Onu bizim cəmiyyətimizdən qovmaq lazımdır. Mən daha oğurluq eləməyəcəm, bağışlayın məni. Cəhənnəm ol, qan içən. Çıx get buradan. Peşmanam, bağışlayın. Get, izin tozun qalmasın. Çıx get. Əla. Dünyada ən çox pulu sevirəm. Ən çox pulu sevirəm. Gəlin çamadanı açaq. Hə, amma sakit. Sakit. Ay ana. Burada bomba var. Uzan.
Sinyorlar, bu Nevski prospektidir. Bu şəhərin mərkəzi magistralıdır. Rus yazıçıları Nevski prospektini tərənnüm eləyirdilər. Misal üçün Nikolay Vasilyeviç Gogol. Kömək eləyin! Mənə kömək eləyin! Dəli, ora necə çıxmısan? Bunu necə eləyə bilmirsən? Özüm də bilmirəm. Düşürün məni, yoxsa yıxılacağam. Düşürün məni. Tez olun, mənə kömək eləyin. Mən yıxılacağam, kömək eləyin. Siz isə deyirdiniz ki, 5 gün lazım olacaq. Kim bilərdi? Dayanın! Xəzinənin harda bastırıldığını bilirəm. Harda? Düşürsəz deyərəm. Müharibə və sülh kinosuna baxmısınız? Antonio, biz ona birlikdə baxmışıq, yadındadır? Baxmışdıq, nə olsun? O əhvalatı bilirsiniz kim yazmışdı? Tolstoy. Adı isə Lev idi. Yəni şiir. Mənə kömək eləyin. Mən bağışlanmağa layiqəm. Düşürün məni. Düşürün məni. Lev Tolstoy, niyə ağlıma gəlməmişdi? Düzdür. İndi bel gətirərəm. Antonio, dayan, Antonio. Gedək onun dalınca. Olya, nə olub sənə? Ayağım. Ayağın? Harası ağrıyır? Biraz oynayıb qaytaracağam. Özdə adisini yox, qızılını. Buradan başla. Tez ol. Tez. Antonio, bu abidə 1960-cı ildə yazıçının ölümünün 50 illiyinə ucaldılıb. Alo, xəstəxanadır, danışan Rosario Agrodur. Nə? Hələ doğmayıb? Bu artıq ədəbsizlikdir. Yaxşı, onda mənim Santusiyama xoş xəbər çatdırın. Deyin ki, xəzinə mənimdir. Heç bir rəqib qalmayıb. Mən onların hamısını o biri dünyaya göndərmişəm. Qoy varisimizi dünyaya gətirsin. Yorulmadınız. Mən siz ömrüm boyu əllərimin üstündə gəzdirməyə hazıram. Belə ağır yükü üstünüzə götürməyin. Taqətdən düşərsiniz. Siz yüngülsüz. Amma xasiyyətim ağırdır. Bəsdir pıçıldaşdınız. Bu nə xasiyyətdir? Dostlardan hər şey gizlətmək. Mane olma, mənə sevgisini etiraf eləyir. Salam. Andriyuşa. Bu bizi. Salam. Bu nədir belə heç olmasa gələcəyini xəbər verəydin. Ana. Bu qız niyə qucağındadır? Ana. Bunlar yeni dostlarındır. Bir dəqiqə gözlə burnun batıb. Ana, artıq böyümüşəm. Belə olmaz. Sən yekə kişisən. Çox maraqlıdır. Andrey eynən atasıdır. Onlar səni başa düşmürlər. Düz demirsən, ananı hamı başa düşür. Onlar başa düşmürlər, İtalyanlardır. Onun atası Onlar İtalyandılar, İtalyandılar. Andriyuşa qəribə adamsan. Bunu yalnız sən eləyə bilərdin. Evə xarici qonaqları dəvət eləmisən. Ana. Mən əynimi dəyişməmişəm. Bağışlayın, buyurun keçin. Çox sağ olun. Pardon. Burax qızı. Nəhayət onu burax və öp. Məni, anan mənəm. Salam. Salam. Evdə xarici qonaqlarımız var. Get masanı hazırla. Mən səndən danışanda öpüşmə. 4 milyon. 10 milyon da üstünə gəl. 10. Mən isə 30 gəlirəm. Mən 50 artırıram. Sənin 50, üstə gəl 100. 200 milyon daha. Nədən oynayırsınız? Nənənin xəzinəsindən. Oynayın, oynayın. Açıram. Məndə 2 valet var. Və səndə? 2 onluq. Mənimdir. Nədir? Yedin? Bax, bu kral pingvindir. Andreyin atası onun şəklini Antarktidada çəkib. Hə, o qütbçüdür. Ata qütbçüdür, pingvin yox. Bu Andreyin atasıdır, dostları ilə. Busa mənəm, cavanlıqda. Andrey ilə aranızda olan münasibət ciddidir, yoxsa elə belə? Bu da Andreyin atasıdır, bu isə Andreyuşadır. O təzəlikcə milis kapitanı rütbəsini almışdı. Amma məncə forma ona yaraşmır. O xüsusi quldur dəstəsini izləyir. Birinci, danışan xanı balığıdır. Yoldaş polkovnik, məni bu tapşırıqdan azad eləməyinizi xahiş eləyirəm. Mən daha bu əməliyyatda iştirak eləyə bilmərəm. Yanacaq doldurma məntəqəsi partladıldı. Avtomobil yandı, memarlıq abidələri korlanılır. Yoldaş polkovnik, mən hökumət orqanlarını güclə yolu gətirmişəm ki, İtalyanları tutmasınlar. Mən başa düşmürəm, yoldaş polkovnik, məhər bu xəzinənin qiyməti o qədər böyükdür? Anladım. Hər şey anladım. Oldu. Tapşırığı yerinə yetirmək. Pyotr Maksimoviç, yoldaşınıza salam deyin. Daha milyard. 1 milyardın üstünə 5 gəlirəm. 6 milyard. Düzdür. Səncə biz tumdan oynayırıq? Bura kartda mənə qalib gəlmək üçün gəlmisən, yoxsa xəzinə axtarmağa? Qumarbaz. Fırıldaqçı. Niyə hirslənirsən? Mənim nə günahım var ki, kartda bəxtim gətirir? Hər şey məhv oldu. Pullarımız qutarıb, xəzinəni tapmamışıq.
Antonio, sakitləş. Niyə qəfəsdəki şir kimi vurnuxursan? Qəfəsdəki şir kimi. Qəfəsdəki şir kimi? Qəfəsdəki şir kimi. Bu maraqlı fikirdir. Nəyə sevinirsiniz? Xəzinənin harda olduğunu bilirəm. Hələ görün mən nə öyrənmişəm. Hə, danış. Vasilyevin yanında bir kəlmə danışmayın. Onu bizi güdmək üçün göndəriblər. Tapdım. Xəzinə. Bu yırtıcılar qurtarmağı bilmir. Olga, bugün axşam nə edirsiniz? Vaxtımı sizlə keçirmək istəyirəm. Xəzinə artıq məni bezdirib. Mən elə gəlir ki, artıq öz xəzinəmi tapmışam. Qoy fırıldaqçılar burada qalsınlar. Biz isə mənim otağıma qalxaq. Mən zadəganam və şərəflə uduzmağı bacarıram. Gedin, övladlarım. Hə, gedək. Hələlik. Axşam saat 11-də, amma hava qaralmayıb. Axmaq, bu bəyaz gecələrdir. Ora bax. Bunlar qəbirdən xortlayıb çıxıblar. Olga, gəl birlikdə şam eləyək. Məmnuniyyətlə. Nə içmək istərdin? Nə təklif eləsən, Bəs nə yeyəcəksən? nə sifariş eləsən. Alo, restoran? Oh, nə yekədir? Diri şirin altını qazmaq olar? Görürsən, şirdən 100 metr aralı fəvvarə var. Şirsə buradadır. Anladın? Nənənin fikrini başa düşdün? Yox. Nənə xəzinəni yırtıcı heyvanın altında bastırıb. Daşdan olan şirin altında yox. Canlı gözətçi. Deməli belə, diqqətlə qulaq as. İlk növbədə bizlə şir arasında ünsiyyət yaranmalıdır. İkimizdən bunu kim eləyəcək? Sən. Buralarda ol. Sən. Tez ol, getdin. Bobik! Bobik! Salam aslan, axşamın xeyir. O İtalyanca başa düşmür. Əlbəttə başa düşmür. O rusdur. Nə qədər sakitlik qazmağa başlayaq. Bura gəlməyimə elə şadam ki, yoxsa səndən heç vaxt tanış olmazdıq. Mən də çox xoşbəxtəm. Nəhayət ki, biz tək qaldıq. O avaralar da yanımızda deyil. Öp məni. İşığı söndür, mən indi gəlirəm. Ola, axı mən işdəyəm. Pərdələri çək. Çox işıqlıdır. Əgər təkid eləyirsənsə, Soyun. Mən demək olar ki, hazıram. mən çoxdan hazıram. Üzünü divara çevir. Mən səndən utanıram. Gözlərini yum. Gəlirəm.
Olya. 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 Aç. Bu gülməli deyil. Elə bilirdim məni həqiqətən sevirsən. Sənsə məni güdmək üçün göndərilmisən. Axmaq xəfiyyə. Mən hər şeyi başa salaram. Onsuz da hər şey aydındır. Eşitmək istəmirəm. Olya, bizim Melisa Antonio'nun arvadı Mariza'dan telegram gəlmişdi. Orada yazılmışdı ki, Antonio turist deyil, xəzinə axtarandı. Mən neyinim ki, bu işi mənə tapşırıblar? Olya, mən səni sevirəm. Yox, Andrey. Sənə inanmıram. Aramızda hər şey bitdi. Əlvida. Gecən xeyrə qalsın, Romeo. Alo, dispetcher. Danışan Cinayət Axtarış İdarəsinin əməkdaşı Vasilyevdir. Indastoriya mehmanxanasının yanından 36-70 nömrəli taksi tərpəndi. Kapitan Vasilyev. O sərnişini heyvanxananın yanında düşürtdü. Harda? Zoologiya bağının yanında. Görəsən bu milis xəzinə haqqında necə öyrənib, hə? Biz özümüz ona danışdıq. Yadındadır? Yadımdadır. Amma o aerodromda bizi qarşılayanda artıq hər şeyi bilirdi. Deməli, kimsə ona xəbər eləyib. Mariza, bunu indi öyrəndim. Sənin bacın. Sənin arvadın Qısqancaqmaq. Baxın, Xəzinə. odur. Mən özümdən çıxartma. Bu ki mafiyozdur. İndi sənə göstərərəm. Xəzinə mənimdir. Mənim 7 ərə getməli qızlarım var. Alçaq. Burax. Sən buradan sağ çıxmayacaqsan. Mənsə sənin qulağını dişləyəcəm. Bircə qulağımı yox. Öldürəcəm. Öldürəcəm. Elə burada da bastıracam. bəsdir dava elədiniz. Hamıya bəs eləyəcək. Ömrümdə belə şey görməmişəm. Biz varlıyıq. İlahi, mən necə daşbəxtəm. Mamma mia. Bu xəzinə dövlətə məxsusdur. Bunu sizə milis kapitanı kimi bəyan eləyirəm. Əllər. Oy, şir. Otur, otur. Kömək eləyin. Tez ol, çıx. Kömək eləyin. Olə təlaşlanma. Heç kim təlaşlanmasın. Hamımız mütəşəkkil şəkildə çıxırıq. O bizim hamımızı yeyəcək. Kömək eləyin. Kömək eləyin. Antonio. Şirdən qorxmaq lazım deyil. Qapı oradadır. Kömək eləyin. Andrey, sən kiminliksən? Atəş aç. Nə elə atəş açım? Tapancam yoxdur. Üstəlik mən heyvanların mühafizə cəmiyyətinin üzvüyəm. Bir fikrim var. Əgər şir toxdursa o təhlükəli deyil. Olqa, qadın bədəni kişi bədənindən incədir. Ona toxunsan, sənin özünü şirin yanına atacam. Məni oratmağın nə xeyri var? Bir dəriyən bir sümük. Nə qışqırırsan naşı? Şirə, milisi ataq, xəzinə də bizə qalar. Rosario Agronu hələ yeyən olmayıb.
Tez ol. Nə qurdalanırsan, aç. Tez ol, tez ol, tez ol. İndi. Şir, biraz tez olun. Çaqqallar, birinci qadını buraxın. Mən ailədə tək uşağam. O da qüsurlu. Mücrünü yaddan çıxarma. Ola, qaç. Buraxın məni. Buraxın. Giuseppe, Giuseppe tut onu. Ardımca. Məni yemə. Mən dadlı deyiləm. Dayanın. Məni atıb getməyin. Mənim xəzinəm. Əl vurmayın, qızıl mənimdir. Mücrüyə dəyməyin. Qiyməti daim artır. Sinyorlar, sakitləşin, bu sizin deyil. Əlini çək. Əlimi niyə çəkməliyəm? Sənin silahın yoxdur. Nə olsun? Səndən qorxmuruq. Əl qol atma. Dedim sizin deyil. Bandit. Onu bərk vurmayın. Mənə dəst keçmə. Özüm bilirəm necə döyməyə lazımdır. Al payını. Al. Siz fırıldaqçısınız. Yırtıcı şir. Ay, mamma mia. Get buradan. Kömək eləyin, kömək eləyin. Get buradan. Gəlir. O gəlir. İşte, get buradan. Rədd ol. Andrey, dəli olma. Buraxmayın onu. İtəliyir. Buraxmayın, tutmaq olmur. Sakit. Burada olub olmadığına baxmaq lazımdır. Mən qorxuram. Qapını saxlayın. Çıx bax. Qorxuram. Məncə o getdi. O buradadır. İyini hiss eləyirəm. Canınızı qurtarın. Qaçdıq. Hara? Qaçdıq. Əlini ver. Mamma mia. Yaxşı, zarafat elədim bəsdir. Get buradan, cəld.
Oradadır. Matroşkalara. Git buradan, git. Buraxılışınızı göstər. Tez olun. Əcəb görüşdü. Maymaq, özgə malını sənə etibar eləmişdilər. Şikəst. Koltuq ağaclarını sındıraram. Dayan. Dayan çolaq. Sağ qalmaq istəyirsənsə dayan. Dayan! Cəvahiratımı qaytar! Xəzinəni qaytar. Xəzinə mənimdir. Sənə çatsam ömür boyu əlil arabasında gezəcəksən. Rosario Agro'dan hələ heç kim qaçmayıb. Mənsə qaçdım. Oğru! Dayanın. Mən başa düşdüm. Şir ancaq xəzinəni saxlayanı izləyir. Yavaş danış. Şir. 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 Tut onu tut. Xəzinəni götür. Götür Şir, götür. İrəliyib At xəzinəni, at. at. Çıx get buradan heyvan. Sox gözünə, əcilaf. Qaçaq, qaçaq. Məni əsəbləşdirmə. Əgər Rosario Agro əsəbləşsə, vay sənin halına. Məni başa düşdün? Çıx get. Sən artıq bizi bezdirmisən, əl çək. Acından da ölürəm. Nə qədər qaçmaq olar? Narahat olma. O səndən də çox acdı. Mən üşüyürəm. Mən ümumiyyətlə buzlamışam. Artıq öskürməyə də başlamışam. Mənim saracıqletim var. Daşda çox otura bilmirəm. Onda düş. Bəsdə zırıldadı, senyorlar. Şirmənlikdir. Çayın kənarına düşün və dərhal qayığa minin. Sən əsl kişisən, Andrey. Get. Ürəyim səninlədir. Olga. Andrey, getmə, bizlə qal. Bəlkə sən də onunla getmək istəyirsən. Buyur, heç kəs etiraz eləməz. Şirin naharı 2 yeməkdən ibarət olacaq. Sulu yemək, quru yemək. Razı qalacaq. Ağzının suyunu axıtma. Döz. Gəldirəm. Hə? Salam. Gəl söhbət eləyək. Salam. Qulaq as, heç utanmırsan. Hanı sənin qonaqpərvərliyin? Sən kralsan. Kral. Yaxşı, sakit ol. Əsəbləşmə. Mən də əsəbiyəm. Şir, sən bizim şəhərimizin adını batırdın. Onlar əcnəbi qonaqlardır. Sən nəzakətli və gülərüz olmalısan. Bax gör o bədbəxt İtalyanları hara çıxartmısan. Əzizim, xəzinə sənin nəyinə lazımdır? Pul nəyinə lazımdır? Onları hara xərcləyəcəksən? Sinyorlar, tez olun, onun başını qatıram. Hə? Onsuz da səni ömrüm boyu pulsuz yedizdirəcəklər. Mənim kimi yox. İnanmıram ki, sənin rəfiqən bu bərbəzəkləri taxsın. Sinyorlar, ağzıma gələni danışıram. Tez olun, tez olun. Şir, mən sənin yerində olsaydım, sakit, özünü ələ al. Sənin yerində olsaydım, quyruğunu qısardım, heyvanxanaya qayıdardım. Başa düşdün? Afərin, getdin. Dayan, heyvanxana başqa tərəfdədir. Hara? Hara? Arrivederci Şir. Nədir? Aldatdıq səni? Hə, gəl bizi tut. Hə, xəzinə bizimdir. Afərin Andrey. Sən gərək sirkdə yırtıcı heyvanların təlimçisi işləyəydin. Bir,
2. Vasilyev! Çao! İndi bizə çata bilməzsən. Köməyə görə çox sağ ol. Hələlik, çao! İlahi, kömək eləyin. Kömək eləyin! Andruşa. Andrey, batıram! Kömək eləyin! Hey! Kömək eləyin! Mən üzə bilmirəm! Kömək eləyin! Andrey! Xilas elə! Xilas elə! Məndən əl çəkin idbarlar. Andrey, kömək elə! Tez ol, tez ol. Batıram! Birinci məni çıxart. Mən hamıdan ağıllıyam. Mən hamıdan ağıllıyam. Ola. Ola. Ehtiyatlı ol. Yavaş. Yavaş. Ola, sənə soyuq olmadı? Bilmirəm. Çox sağ ol, Andrey. Çox sağ ol dostum. Əlini ver. Sən də əlini ver. At onu Andrey. Bir nəfər az olar. Antonio, Odur. oturun. İrəli. Tez olun. Mən öz payımı götürmək istəyirəm. İndi ona çatarıq. İrəli. Lənətə gəlmiş kapitalist. Bu qədər pulu neynirsən? Xəzinəmi qaytar, savadsız heyvan. Qaytar. Qaytar. Çək iyrənc pəncələrini. Afərin. Belə? Ehtiyatlı ol, ehtiyatlı ol. Nənəmin cəvahiratı. Sakit olun. İndi tutub çıxararıq. Sən onu daha da batırdın. İlişdir onu, ilişdir. Tut onu. Xəzinə görsənmir. Bu sənin günahındır. Bəsdir, bəsdir zarıdın. Bəs şir hara getdi? Kim bilir hara Afrikaya üzür. Mənim daşqaşım. Məni sahildə gözləyin. Birinci, danışan xanı balığıdır. Neva çayının dibindən məlumat verirəm. Xəzinə bizimdir. Uşaqlar, bəsdir zarafat elədiniz. Milis, onlar çoxdur, biz sağız. Aradan çıxmaq lazımdır. Hər şey batdı. Sibirə göndərəcəklər. Salam yoldaşlar. Məni atıb getməyin. Dayanın senyorlar, dayanın. Hara qaçırsınız? Dayanın, gözləyin, dayanın senyorlar. Razare Agroya hələ heç kim çatmayıb. Gözləyin, dayanın, dayanın senyorlar. Dayanın, dayanın senyorlar, dayanın. Bizi ələ keçirə bilməyəcəksən. Dayanın, Biz əfəl deyilik. dayanın, qaçmayın. Həyatımda ilk dəfə belə axmaqlara rast gəldirəm. Dayanın. Qulaq asın mənə.
Bizim qanunlara əsasən xəzinə tapan şəxslərə 25% düşür. Bu çox böyük məbləğdir. Dayanın, dayanın. Təkrar elə. Bizə nə düşür? Xəzinənin 25%-i sizindir. Çolağı pulsuz müalicə eləyəcəyik. Amma mafiyozdan yanacaq məntəqəsinin, yanmış maşının və körlanmış 20 daş şirin dəyərini tutmalı olacağıq. Mənim bir quruşum da yoxdur. Necə evə qayıdacam? Amma köhnə binanın uçurulmasında kömək göstərdiyinizə görə sizə mükafat düşür. Mükafat Moskva-Roma biletinin qiyməti miqdarındadır. Heç olmasa buna görə sağ olun. Sən nə danışırsan? Heyif ki gedirsiz. Sizin üçün darıxacam. İtaliyada bir məsəl var. Dost tapan şəxs xəzinə tapmış hesab olunur. Hə, elədir. Yadında saxla. Sənin İtaliyada dostun var. Çox sağ ol. Andrey, 2 dostum var. 3 dostum var. Əgər kimisə öldürmək lazımdırsa, xəbər ver gəlim. İnanmıram bu mənə lazım olsun. Pardon. Bu nə möcüzədir? Necəsiz? Diqqət, diqqət. Rosario Agro üçün məlumat var. Mənim üçün. Mənim oğlum olub. Romada sizin qızınız dünyaya gəlib. Təbrik eləyirik. Bravo, bravo. Nə bravo, 8-ci oldu. Kimdə olar alan? Təbrik edirəm. Cehizsiz. Sağ olun. Sağ olun, kapitan. Mayor. Hətta belə. Salamat qalın kapitan, hələlik. Mayor axmaq. Mayor axmaq. Yaxşı oldu səni bandit. Kəs səsini. Gedək, gedək. Özünüz başa düşmürsüz? Mayor Olga ilə vidalaşmalıdır. Romaya uçan təyyarəyə minik. 8 qızım var, bir arvadım. Evdə 9 qadın olacaq. Romaya çatan kimi, heyvan kimi çırpacam. Qoy doğmağı öyrənsin. Salamat qal. Sağ ol Andrey. Hələlik. Oo, tanış sima. Kimdir ki? Bu həkimdir. Həkim, salam necəsiz? Saqqal sizə yaraşır. Salam. Yaman kökəlmisiniz. Hə, az hərəkət eləyirəm. Doğrudan? Pasportsuz məni heç yerə buraxmırlar. Nə Rusiyaya, nə İtaliyaya. Bu lənəti gəlmiş təyyarədə yerlə göy arasında qalmışam. Yeri gəlmişkən, xəzinə ilə bağlı əhvalat nə ilə bitdi, hə? Xəzinə ilə bağlı əhvalat. Sən gör kimə məlumat verirsən. Heç kimə inanmaq olmaz. Hansı xəzinədən danışırsınız? I don't understand. Xahiş eləyirəm təyyarəyə keçin. Təşəkkür eləyirəm. Əla xəbərim var. Nə xəbər? Xəritə. Burada Çeroki hindularının xəzinəsinin yeri qeyd olunub. Amerikada. Başa düşürsən? Onu 200 il əvvəl Baobabın dibində bastırıblar. Bu pula bütün Romanı ala bilərik. Bu sirrə görə nə qədər pul vermisən? Heç bir şey. Sənin payını. Deməli belə, sabah yola düşürük. Mən artıq təyyarəyə bilet sifariş eləmişəm. Roma, New York. 201-ci reis. Antonio, Hə. bilirsən hara rədd ol? Nella notte vada lei, no, non ti fermare mai. Va pensiero mio, come fossi qui. Dille quello che non le ho detto mai. Voglio che torni da me per sempre. Vieni, amore, vieni, io ti amo, torna, torna, amore mio, perché ti voglio bene, dolcemente vada lei, dille quello che non sa, dille quello che non le ho detto mai, dolcemente nella notte, come fosse qui con me, lasciami sognare che noi stiamo sempre insieme, sempre la tua mano nella mano, fino a quando resterà
lasciati baciare cara, poi la luce porti l'alba. Vieni, amore vieni, io ti amo, torna, torna, amore mio, perché ti voglio bene. Vieni, io ti amo, torna, torna, amore mio, perché ti voglio bene. Dolcemente va da lei, no, non ti fermare mai. Va pensiero mio da lei.